Yeməyimiz gələnə kimi yoldaşımla turbuçka davasına belə çıxdıq. Şəhərə getdik. Şəhərə çatan kimi gördük ki, başımıza göydən 2 damla yağış düşdü. Bizə getdik, tez oturduq restoranda, dedik ki, xingəl yeməliyik. Bu da xingəlimiz. Ən çox istirahətinə, keyfinə baxan Məryəm xanım oldu təbii ki. İstədiyi kimi yolda gəzdi. İstədiyi kimi gah atasının qollarında, gah çiynində, gah məndə. Bir sözlə öz keyfinə qulluq elədi. Adı nədir bilmirəm, amma buna çox güləcəyi heç vaxt ağlıma gəlməzdi. Demək olar ki, bəlkə bir 10 dəqiqəyə yaxın onun yanında dayanmışıq. Məryəm xanım onunla əməlli başlı oynayıbdı, gülübdü. Bulvarda da bu qədər atraksiyonların olduğunu bilmirdim. Çox qəşəng, maraqlı atraksiyonlar gətiriblər. 3 dənə bir biletin qiyməti 3 manatdır. Biz 5 dənə bilet aldıq. 3-ündə uduzduq, 2-sində udduq. 2 dənə brelyok udduq. Məncə hər kəs öz ailəsinə vaxt ayırmalıdır. Arada şəhərə gedin, əylənin və yaxud da ki, bu əyləncə evdə də yarada bilərsiniz.